Samsung deyilə bilən texnologiya sahəsində sağlamlıq izləməsini bir pillə irəli aparır. Şirkət hazırladığı yeni sistem sayəsində Galaxy cihazları ilə demansın aşkarlanmasını hədəfləyir. Ağıllı saat və üzük kimi cihazlar istifadəçilərin gündəlik məlumatlarını analiz edərək demansın erkən əlamətlərini üzə çıxara biləcək. Bu yenilikçi sistem əsas olaraq istifadəçilərin sağlamlıq məlumatlarını davamlı şəkildə izləyəcək. Samsungun açıqlamasına görə texnologiya danışıq tərzindəki dəyişikliklər, hərəkət nümunələri və gündəlik fəaliyyətlərdəki fərqlər kimi kritik məlumatları analiz edəcək. Bu məlumatlardakı əhəmiyyətli kənarlaşmalar idrak qabiliyyətində geriləmənin xəbərçisi ola biləcəyindən sistem erkən xəbərdarlıq mexanizmi kimi fəaliyyət göstərəcək. Bu prosesin mərkəzində süni intellekt dayanacaq. Uğlanan böyük məlumat bazaları süni intellekt algoritmləri tərəfindən emal edilərək demans riskinin əvvəlcədən proqnozlaşdırılması məqsədi ilə istifadə olunacaq. Bununla da xəstəliyin irəliləmədən əvvəl aşkarlanması və lazımi tibbi yönləndirmələrin edilməsi hədəflənir. Samsung bu əhəmiyyətli texnologiyanı tamamilə öz strukturu daxilində inkişaf etdirir. Layihənin etibarlılığını artırmaq üçün hazırda müxtəlif tibbi qurumlarla əməkdaşlıq çərçivəsində klinik tədqiqatlar aparılır. Bu testlər sistemin dəqiqliyini və effektivliyini sübut etmək baxımından böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, şirkət sistemin ilk mərhələdə müəyyən bazarlarda beta versiya olaraq istifadəyə veriləcəyini bildirib. Texnologiyanın nə zaman ümumi istifadəyə açılacağı ilə bağlı daha ətraflı məlumatların yaxın dövrdə paylaşılması gözlənilir.